Bəli. Sünnət beytlər davam etib tutmaq olar. 104-cü gün. Nə olar? Davam etib tutmaq olar. Əlbəttə. Belə davamiyyətli ləfzəldir də. Peyğəmbər sallallahu buyurur ki, Əhabbul əməli ilallahi ədvamuhu və inqal. Əməllər içərisində Allah sevimli olan az olsa davamiyyətli olandır. Şərt deyil insan, yəni Davud Aleyhisselam orucunu tutsun. Az olub, davamiyyətli olan çox olub qırılandan daha yaxşıdır. O baxımdan, yəni həmişə yaxşıdır ki, insan ilk başlayanda, yəni əməllərə düzgün girişsin, düzgün yönəlsin. Əgər düzgün yönəlməsə, sonra problem ortaya çıxacaq. Çox vaxt olur, xüsusən də təzə imana gələn insanlarda iman var və eşidir belə fəzilətli rəvayətlər, hədislər və istəyir ki, onların hamısını əldə eləsin və ona görə deyilir ki, hopdum gələn hopdumda gedir. Yəni, lazım deyil o qədər çox, az olmalıdır. Hətta ilim barəsində də belədir və digər əməllərdə də belədir. Və Zuhur Rahimullah deyərdi ki, mən ramil ilmə cümlətən və həbənihu cümlə. Kim elmi birdən-birə almaq istəyir, birdən-birə ondan gedər. İnnəmə yutlabul ilm bimarrir ləyəli vəl əyyəm. Elm gecələrin və gündüzlərin keçməsi ilə qazanılır, əldə olunur. Və həmçinin əməllərdə də. Peyğəmbər sallallahu buyurur ki, xudu minəl əməli mə tutiqun. Fə innəllah lə yəməlu həttə təməllu. Yəni, əməllərdən gücünüz çatdığı qədər götürün. Yəni, o əməli ki, sən daşıya biləcəksən davam etdiyi şəkildə. Siz bezmədikcə Allah Teala bezməz. Yəni, siz əməli tərk etmədikcə Allah Teala savabı kəsməz. Və bəzən insan yüklüyü, bütün oruclar, əməllər hamısı, yəni iman da qalmır, iman qalxır, düşür. Düşəndə görürsən ki, nə var idi ki, insan yəni fərzlərə düşüb dayansaydı. Çox vaxt görürsən insan tamamilə çıxmasına səbəb Allah qorusun. İxlasla.com saytı tərəfindən təqdim olundu.